Bismillahirrahmanirrahim. Qardaşlar, sizə yeni bir möcüzə göstərəcəm və bu möcüzə nə ilə əlaqədardır? Deməli, Əhl-i Beytin adları ilə əlaqədardır. Əhl-i Beyt bunlardır da, Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm, ona və pak Əhl-i Beytinə səlavat və səlam olsun, Ali, Fatimə, Həsən, Hüseyin, Cəfər, Musa. Yəni, bax, bu 7 dənə ad çəkdim. Gördünüz, 7 ad. 14 məsumun adı budur. Ta desəz, əgər bəs o biri imamlar, Ali adında imamımızın sayı 4 dənədir. Ali, yəni Zeynəl Abidin, Ali, yəni İmam Rıza, Ali, yəni Həzrət Ali, Ali, yəni Aliyyən Nəqi. Muhammed isə Həzrəti Muhammed Peyğəmbər, Həzrəti Muhammed Təqi, Həzrəti Muhammed Baqir və dördüncü də Həzrəti Mehdi ki, adı Peyğəmbərin adı ilə eynidir sallallahu aleyhi və səlləm və Həsən də 2 dənə imamdır. İmam Həsən Əsgəri və də İmam Həsən Müstəbə. Deməli, 7 adı çəksək, 14 məsumun adı yaranır. İndi gəlin baxaq. Mim, Ha, Dəl, Ayn, Ləm. Və bu qırmızı hərflər var. Bu qırmızı hərflər görək neçə dənədir? 1, 2, 3. Mim, Ha, Dəl, 3. Ayn, Ləm, 4, 5. Fə, Ta, 6, 7. Sin, Nun, 8, 9. Yə, yəni 10. Cim, yəni 11. Ra, 12. Vav, 13. Yenə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Amma əlfi də saysaq, Fətimə kəlməsində ya da Musa kəlməsində əlfi də saysaq, artıq 14 hərf. 14 hərf 14 məsumun adını bildirir. Təmərbutə isə 15-ci olan təmərbutə hərf deyil, işarədir. İndi fikir verin. İndi mən burada sizə nə möcüzə göstərəcəm? Deməli, Əhl-i Beytin adları bu oldu mu? Bunların rəqəmsal dəyəri 7438-dir. 7438 nə deməkdir? Yəni 6236 topla 570 topla 632 deməkdir. Yəni 632, 570 və 6236-nın birləşməsi toplamı Peyğəmbər anadan olması, Peyğəmbərin ölümü və ona göndərilən 6236 ayənin cəmi toplayanda eləyir 7438. Burada Əhl-i Beytin bu adlarında görsənir. Amma əlfi oxumasaq, təmərbutən oxumasaq. Əlfi niyə oxumuruq? Çünki zatən oxunmur, görsənmir. Müstəqil şəkildə görsənmir. Bəzən Fətimədə əlfi aydın yaza bilirlər. Məsələn, Fədən sonra əlfi yazırlar. Bəzən belə də ola bilir. Təmərbutə zatən işarə deyilir. Deyərsiniz, axı, məsələn, vav hərfi, vavda axı oxunmur. Vav hərfi, qardaşlar, oxunmasa da, fikir verin, vav hərfi oxunmasa da mütləq yazılır. Yəni, Musa kəlməsində mimlə sin hərfini heç vaxt birləşdirmirlər. Amma Fətimə kəlməsində fə ilə tanı birləşdirə də bilərlər. Bura kiçik bir əlif işarəsi qoyarlar ki, yəni burada əlif var. Amma birləşdirməyib belə uzun bir əlif də çəkə bilər. Yəni əlif gizlənə bilir, vav gizlənə bilmir. Hər ikisi oxunmur, amma vav mütləq görsənir. Ona görə vav görsəndiyinə görə vav oxuyuruq, əlif oxumuruq. Bu zaman bu rəqəm bu gəlir. İndi sizə deyərsiniz, sübut elə ki, 7438-dir. Bu hərfləri hesablayacağım. Mim hərfinə. Məsələn, mim hərfi ərəb əbcət rəqəm sistemində 40 deməkdir. 40-a ərəblər ərbəun deyər. Ərbəun. Və yaxud da məsələn, ləm hərfi. Ləm hərfi sələsundur. Sələsun nə deməkdir? 30 deməkdir. Bu cür hesablayacağım. Görəsiniz ki, məsələn, və yaxud da yə hərfi. Hüseyin kəlməsində yə hərfi oxunur. Yə hərfi əbcət dəyəri
10'dur. Bu da nədir? 10 əbcədin rəqəmsalda ərəb ona nə deyər? Əşərə deyər. Əşərə. Yaxud da əşəratun ya da əşərə. Əyn, şin, ra. Bunun rəqəmsal dəyərini hesablayacağım. İndi gəlin görək, həqiqətən düz deyirəm, yoxsa yox. Gəlin baxaq. Deməli, qardaşlar, keçək elə birinci hansını hesablayaq. Amma mən sizə iki cür hesablama deyərdim. Amma hələ birincini başlayaq. Bu mim hərfidir. Mim hərfinin rəqəmsal dəyəri. Ərbəun, rəqəmsal dəyəri 323'dür. Ha, rəqəmsal dəyəri 600'dür. Ayn, səb'un, səb'un nə deməkdir? 70 deməkdir. Ləm, sələsun deməkdir. Yə, əşərə, ya da əşəradır. Məsələn, fə, səmənundur, 80 deməkdir. Ta, tis'a deməkdir, ya tis'atun. Nə deməkdir? 9 deməkdir. Fikir verin. İndi bunların da rəqəmsal dəyəri budur. İndi bunları mən sizə sübut eləməliyim. İndi neçə dənə hərf demişdik? Mim, ha, dəl, ayn, ləm, yə, fə, ta. İndi axı əhl-i beytin adları bununla qurtarmır. Cim də var, ra da var, sin də var, vav hərfi var. Oxunmasa da, amma mütləq görsənən kimi yazılır. Amma əlif görsənə də bilər, görsənməyə də bilər. Və nun hərfi. Nun hərfi nədir? Xamsun. Xamsun nə deməkdir? 50 deməkdir. Əbcəd dəyəri xamsun. Rəqəmsal dəyəri 750'dir. Görsünüz, rəqəmsal dəyəri cəmi bu elədir. İndi gəlin baxaq, hesablayaq. Bir-bir hesablayaq, görək həqiqətən düz deyirəmmi? Məsələn, mim hərfinə dedik ki, ərbəundur. Ərbəun 40 deməkdir. Əbcəd dəyəri. Niyə 323 demişəm? Əlif 1'dir, ra 200, bə 2, ayn 70, nun 50. Vav hərfini görürsünüz, yaşıl rəhləmişəm. Yəni, vav oxunmur, mən də oxumadım. Ha, ha əbcəd dəyəri 8'dir. Amma səməniyyətun və yaxud da səməniyə olaraq səslənir. Sə, pərtək sə 500, mim 40, nun 50, yə 10'dur. Əlif oxunmadı, mən də oxumadım. Təmərbutə zatən işarədir. Sonra dəl. Görürsünüz, bunu cəmi eləyəcək 600. Dəl hərfi. Niyə 273'dür? Əlif 1, ra 200, bə 2, ayn 70. Ayn hərfi. Rəqəmsal dəyəri 70'dir. Səb'un yazılır. Sin 60'dır, bə 2'dir, ayn 70'dir, nun 50'dir. 182. Ləm 30 deməkdir əbcəd dəyəri. Sə 500, bu biri sə 500, ləm 30, nun 50 elədir, 1080. Yə hərfi 10 deməkdir əbcəd dəyəri. Ərəb ona belə deyər, əşərə və yaxud da əşərə və yaxud da əşəratun. Ayn 70'dir, şin 300'dür, ra 200, elədir 570. Həzrəti Peyğəmbərin anadan olma ilə 570. Onluq bir sistemin qurtarmağı başqa bir sistemin başlanğıcı deməkdir. 9'luq sistem, təhlik sistemi qurtarandan sonra 9'dan sonra artıq onluq gəlir və onluqlar sisteminin başlanğıcı da onluq. Görürsünüz, Peyğəmbərin də adı, Peyğəmbərin də 570'də doğulması sanki onluq, yəni bir dəyərdir. Fikir verin. Sonra fə 80 deməkdir. 80 ərəb səmənun deyər. Sə 500, mim 40, nun 50, nun 50. Vav oxunmadı, əlif oxunmadı. Tis'a, tis'atun və yaxud da tis'ah və yaxud da tis'a nədir? Tə 400, sin 60, ayn 70'dir. İndi keçdik o biri hərfə. Hansı hərfə? Bunlara nundur, vavdır, sindir, radır, cimdir. Cim. Cim 3 deməkdir. Sələsə. Sə 500, ləm 30. Bu biri sədə 500 elədir, 1030. Sonra miətən. Miətən olmalıdır burada. Bunu
Yəni miətəni. Bax bu miətəni, miətəni və yaxud da miətən rəqəmsal dəyəri olur 490. Niyə 490 olur? Fikir verin, nun 400'dür, mim 40'dır, nun 50'dir. Elədir? 490. Əlif oxunmadı, bu biri əlif oxunmadı, bu biri əlif oxunmadı. Ra nə deməkdir? 200. Sin. Sin hərfi 60'dır rəqəmsal dəyəri. Sittun deyir ərəb 60'a. 500 onu edir. Niyə 500 edir? Sin 60'dır, tə 400'dür, nun 50'dir. Elədir? 450 və 60 neçələdir? 510 elədir. Amma biz təşdidin altında bir dənə də tə var, onu oxumadıq. Fikir verin, oxumaya bilərik. Çünki zaten bir dənə tə gördüm deyə bilərik. Amma bax, indi inşallah ola bilər ki, o bir videoda sizə tə oxunur deyə biləcəm. Onda da artıq, yəni bu cür baxsaq nə olacaq, onda da çox gözəl başqa şeylər görsənəcək. Məsələn, vav hərfi, sittun. Sittunda yenə tə var, tə 400, sin 60, yəni 460, yenə oxunmadı. Demək, nun 50 deməkdir əbcədi, xamsun olaraq yazılır, nun 50'dir, sin 60'dır, mim 40'dır, xa 600'dür. Neçələdir? 750'lədir. Xamsun 50'dir. Rəqəmsal dəyər buydu. Bu da nə deməkdir? Bu o deməkdir ki, bayaq dedim, 632, 570 və topla 6236'nın cəmi deməkdir. Yəni, Əhl-i Beytin adlarında bunların görsənməyi həqiqətən çox böyük möcüzədir. İndi sonra istərdim ki, sizə ikinci bir Əhl-i Beytin adlarında təzdən başqa baxışla baxılanda nə cür olur, onu deyəm. Onu inşallah bu bir videoda demək istəyirəm. Amma bunu elə belə bir sadə bir yenə deyim ki, məsələn, bu cür baxılanda nə olur? Deyəsiniz ki, bu nədir? Yenə həmən kağızdır da, deyəsiniz, yox, bu ayrı kağızdır. Yenə mimdir, hadır, dəldir, ayni, ləm, yə, fə, tadır. Məsələn, cimdir, radır, sindir. Yenə həmən hərflərdir və nun hərfində burada yazmışam və bunları bu cür baxanda nə cür çıxır, onu da inşallah o bir videoda sizə göstərəcəm.